Salam dəyərli izləyicilər. Bugün sizi hansı hadisələr gözləyir? Şən sizin tərəfinizdə olacaq, yoxsa daha diqqətli olmalısınız? Sevgi, pul, iş və sağlamlıqla bağlı burcunuzun bugün üçün verdiyi mesajları sona qədər izləyin. Bəzi məqamlar qərarlarınızı tamamilə dəyişə bilər. Koç burcu. Bugün sadəcə xəyal qurmaq kifayət etməyəcək. İstədiyiniz həyatı qurmaq üçün ilk addımı atmağın vaxtıdır. Uzun müddətdir düşündüyünüz planlar yalnız hərəkət etdiyiniz zaman nəticə verəcək. Kiçik bir qərar belə gələcəyinizə böyük təsir göstərə bilər. Pul məsələsində diqqətli olun. Lazımsız alış-veriş sonradan peşmanlıq yarada bilər. Büdcənizi qorumaq istəyirsinizsə, xərclərinizi əvvəlcədən planlaşdırın və yaxınlarınızın məsləhətini dinləyin. Bugün ağıllı davranmaq sabah sizi rahat edəcək. Ailədə balaca uşağın və ya yaxın bir insanın sağlamlığı diqqət tələb edə bilər. Kiçik görünən problemi böyümədən həll etmək daha doğru olacaq. Vaxtında atılan addım sizi ala və narahatlıqdan qoruyacaq. Sevgi həyatınızda xoş sürprizlər mümkündür. Sizi həqiqətən qiymətləndirən bir insanın diqqəti bütün gününüzü dəyişə bilər. Bəzən xoşbəxtlik düşündüyünüzdən daha yaxındır. Bugün ağlınıza gələn qazanc fikirlərini unutmayın, onları bir kənara yazın. Çünki gələcəkdə sizə yaxşı gəlir gətirə bilər. Fürsətlər hər gün gəlmir. Telefon və ya televiziya vaxtınızı çox ala bilər. Əylənmək gözəldir, amma vacib işlərinizi gecikdirməyin. Günün sonunda bunun peşmanlığını yaşamaq istəməzsiniz. İş həyatında özünüzə inamınız artacaq, danışıqlar və görüşlər sizin xeyrinizə nəticələnə bilər. Qarşınıza çıxacaq yeni imkanları diqqətlə qiymətləndirin. Enerjiniz yüksək olacaq. Gəzinti etmək, hərəkətdə olmaq və bədəninizə qayğı göstərmək sizə yaxşı təsir edəcək. Axşam isə sevdiyiniz insanın isti münasibəti bütün yorğunluğunuzu unutturacaq və sizə rahatlıq bəxş edəcək. Boğa burcu. Bugün tələsmək sizə heç nə qazandırmayacaq. Sakit və səbirli davransanız nəticə gözlədiyinizdən daha yaxşı olacaq. Hər qərarı düşünərək vermək sonradan peşman olmağınızın qarşısını alacaq. Maddi vəziyyətlə bağlı xoş xəbər ala bilərsiniz. Heç gözləmədiyiniz bir yerdən gələn pul uzun müddətdir sizi narahat edən bəzi problemləri həll etməyə kömək edəcək. Amma əldə etdiyiniz pulu dərhal xərcləmək düzgün seçim olmayacaq. Gələcəyə düşünmək indi daha vacibdir. İş yerində hər kəs sizin yanaşmanızı bəyənməyə bilər. Bəziləri buna açıq deməsə də fərqli fikirdə ola bilərlər. Buna görə mübahisə etmək əvəzinə nəticənizlə özünüzü göstərməyə çalışın. Əgər planlarınız istədiyiniz kimi getmirsə, onları dəyişməkdən çəkinməyin. Ailə daxilində isti münasibətlər gözünüzü gözəlləşdirəcək. Yaxınlarınızın kiçik köməyi belə sizə xoş təsir bağışlayacaq, amma sevdiyiniz insanın əhvalı dəyişkən ola bilər. Sakit danışmaq və anlayış göstərmək münasibətlərinizi qoruyacaq. Sevgi həyatında kiçik bir məsələ sizi narahat edə bilər. Eşitdiyiniz hər sözə dərhal inanmayın. Əvvəlcə vəziyyəti dəqiqləşdirin, sonra qərar verin. Sağlamlığınıza da diqqət ayırın, daha çox su için, yüngül hərəkət edin və özünüzü həddindən artıq yormayın. Axşam isə sakit vaxt keçirmək, kitab oxumaq və ya maraqlı bir yazıya baxmaq sizə rahatlıq gətirəcək. Bugünün ən böyük dərsi budur. Səbir edən insan sonunda mütləq qazanan tərəf olur. Əkizlər burcu. Bugün ən böyük gücünüz səbir olacaq. Hər şey istədiyiniz sürətlə getməsə də, atdığınız hər addım sizi məqsədinizə yaxınlaşdıracaq. Tələsməyin, çünki bugün qazanan tərəf sakit və ağıllı davranan insan olacaq. Maddi baxımdan gözlənilməz sevindirici xəbər ala bilərsiniz. Heç gözləmədiyiniz bir yerdən gələn qazanc bəzi maliyyə problemlərinizi yüngülləşdirəcək, amma pulu dərhal xərcləmək əvəzinə onu necə artıracağınızı düşünün. İş həyatında bacarığınız diqqət çəkəcək. Bəzi insanlar sizin usulünüzü bəyənməsə də bunu açıq deməyə cəsarət etməyəcəklər. Əsas olan nəticədir. Əgər planlarınız istədiyiniz kimi işləmirsə, onlara dəyişməkdən çəkinməyin. Dəyişiklik bəzən uğurun başlanğıcı olur. Ailə daxilində xoş anlar yaşanacaq. Yaxınlarınızın dəstəyi sizə Allah və motivasiya verəcək, amma sevdiyiniz insanın əhvalı hər zamanki kimi olmaya bilər. Kiçik bir söhbəti böyük mübahisəyə çevirməməyə çalışın. Sevgi həyatında eşitdiyiniz bir söz sizi düşündürə bilər. Tələsik qərar verməyin. Hər məsələnin görünməyən tərəfi də olur və bunu öyrənmək üçün biraz səbr lazımdır. Bugün özünüzə də vaxt ayırın. Ekran qarşısında az qalın, daha çox hərəkət edin və dincəlməyə çalışın. Günün sonunda anlayacaqsınız ki, bəzən ən böyük uğur sakit qalmağı bacarmaqdır. Az danışın, çox iş görün və nəticə özü sizin tərəfinizdə olacaq.
Xərçəng burcu. Bugün hissləriniz daha güclü olacaq. Kiçik hadisələr belə sizə dərin təsir edə bilər. Buna görə də tələsik qərarlar verməyin. Bəzən susmaq ən doğru cavabdır. Bugün həyat sizə həqiqətən nəyin vacib olduğunu göstərəcək. Maddi məsələlərdə sevindirici dəyişiklik mümkündür. Keçmişdə etdiyiniz zəhmətin və ya yatırdığınız vəsaitin qarşılığını almağa başlaya bilərsiniz. Qarşınıza çıxan yeni təklifləri diqqətlə dəyərləndirin. Uzaqdan gələn bir xəbər və ya yeni əməkdaşlıq gələcəyiniz üçün faydalı ola bilər. İş yerində səbriniz sınaqdan keçəcək. Kimsə sizi düzgün başa düşməyə bilər və ya işinizi çətinləşdirə bilər. Mübahisəyə girmək əvəzinə sakit qalın. Bugün düzgün davranış sabah sizə üstünlük qazandıracaq. Ailə daxilində sizin anlayışınıza ehtiyac olacaq. Uşaqlarla və ya sizdən təcrübəsiz insanlarla səbirli davranın. Axşam saatlarında sevdiyiniz insandan alacağınız xoş xəbər və ya səmimi söhbət bütün yorğunluğunuzu unutturacaq. Sevgi həyatında gözəl anlar yaşana bilər. Əgər münasibətiniz möhkəmdirsə, aranızdakı etibar daha da güclənəcək. Kiçik anlaşılmazlıqları böyütməyin. Sağlamlığınıza da diqqət ayırın. Vaxtında qidalanın, bol su için və açıq havada gəzməyə çalışın. Gün ərzində sizi əsəbləşdirmək istəyən insanlar ola bilər. Onların sözlərinə aldanmayın. Bugün ən böyük uğurunuz sakitliyinizi qorumaq və öz yolunuzla davam etmək olacaq. Şir burcu. Bugün enerjiniz ətrafınızdakı insanlara da təsir edəcək. Səmimiyyətiniz və gülərüzlüyünüz sayəsində yeni tanışlıqlar və faydalı görüşlər mümkündür. İnsanlar sizinlə ünsiyyət qurmaq istəyəcək və bu, gələcəyiniz üçün maraqlı qapılar aça bilər. Maddi baxımdan uğurlu gündür. Əlinizə pul keçə bilər, amma xərcləriniz də arta bilər. Lazımsız alış-verişdən uzaq durun və büdcənizi qorumağa çalışın. Bugün ağıllı qərarlar gələcək rahatlığınızı təmin edəcək. İş həyatında nüfuzunuz yüksələcək. Hətta sizi bəyənməyən biri belə fikrini dəyişə bilər. Yeni layihəyə başlamaq istəyirsinizsə, təcrübəli insanların məsləhətini dinləmək sizə böyük üstünlük verəcək. Sevgi həyatınızda diqqət mərkəzində olacaqsınız. Cazibəniz artacaq və qarşı tərəfin marağını asanlıqla çəkəcəksiniz. Münasibətdə olanlar üçün birlikdə keçirilən vaxt əlaqəni daha da möhkəmləndirəcək. Uzun müddətdir demək istədiyiniz xoş sözləri bugün söyləməkdən çəkinməyin. Ailə və dostlarla keçirdiyiniz vaxt sizə yeni güc verəcək. Onların dəstəyi bütün yorğunluğunuzu azaldacaq. Sağlamlığınız ümumilikdə yaxşı olacaq. Yüngül idman edin, düzgün qidalanın və bədəninizin verdiyi siqnallara diqqət yetirin. Bugün etdiyiniz kiçik yaxşılıq və səmimi davranış gələcəkdə gözləmədiyiniz qədər böyük mükafat gətirə bilər. Qız burcu. Bugün sizi narahat edən fikirləri bir kənara qoymağa çalışın. Hər şeyi eyni anda həll etmək mümkün deyil. Sakit qalmaq və hadisələrə soyuqqanlı yanaşmaq sizə daha çox fayda verəcək. Pul məsələsində diqqətli olun. Sevdiyiniz insanla maliyyə mövzusunda kiçik fikir ayrılığı yarana bilər. Sakit danışıq problemi asanlıqla həll edəcək. Dediyiniz hər sözə diqqət edin. İş həyatında xırda detallar böyük rol oynayacaq. Yarımçıq qalan işləri tamamlayın. Sənədlərinizi qaydaya salın və planlarınızı yenidən nəzərdən keçirin. Bacarıqlarınızı doğru insanlara göstərə bilsəniz, yaxın zamanda nüfuzunuz artacaq. Şəxsi həyatınızda hər sırrı hamı ilə paylaşmayın. Bəzi insanlar sizi dinləsə də hər zaman yaxşı niyyətli olmaya bilər. Etibarınızı yalnız buna layiq olan insanlara verin. Sevgi həyatında gözəl anlar yaşana bilər. Münasibətdə olanlar üçün səmimi söhbət əlaqələri daha da möhkəmləndirəcək. Tənha olanlar isə maraqlı bir tanışlıqla qarşılaşa bilərlər. Günün əvvəlində özünüzü yorğun hiss etsəniz də, gün irəlilədikcə enerjiniz artacaq. Axşam saatlarını özünüzə və yaxalarınıza ayırın. Kiçik bir gəzinti və ya xoş söhbət sizə rahatlıq gətirəcək. Bugünün ən vacib dərsi budur. Bəzən uğur tələsməkdə deyil, doğru anda doğru addım atmaqda gizlənir. Tərazi burcu. Bugün soyuqqanlı olmağa çalışın. Qarşınıza çıxan çətinliklər sizi ruhdan salmasın. Müsbət düşüncə sizi gözlədiyiniz nəticəyə daha tez yaxınlaşdıracaq. Umudunuzu qorusanız, yaxın günlərdə bunun bəhrəsini görəcəksiniz. Maddi məsələlərdə şans sizdən yana ola bilər. Uzun müddətdir gözlədiyiniz kredit
borc və ya maliyyə dəstəyi ilə bağlı sevindirici xəbər almağınız mümkündür. Əlinizə düşən fürsəti ağılla dəyərləndirin. İş həyatında sizi sınayən insanlar olacaq. Kimsə bacarığınızı şübhə edə və ya sizi tənqid edə bilər. Buna emosional reaksiya verməyin. Ən yaxşı cavab gördüyünüz iş və əldə etdiyiniz nəticə olacaq. Ailə daxilində kiçik anlaşılmazlıqlar yarana bilər. Xüsusilə sevdiyiniz insanla danışarkən sözlərinizə diqqət edin. Sakit münasibət hər problemi həll edə bilər. Sevgi həyatınızda hisslər daha güclü olacaq. Bəzən yaxınlıq, bəzən isə məsafə hiss edə bilərsiniz. Bu münasibətin sonu deyil, sadəcə bir-birinizi dinləməyə və anlamağa çalışın. Bugün özünüzə də vaxt ayırın. İdman edin, gəzin və ya sadəcə dincəlin. Bol su için və belinizə diqqət yetirin. Günün ən vacib dərsi budur. Hər insanın öz zamanı var. Öz yolunuzla inamla davam edin və uğur gec-tez sizi tapacaq. Əqrəb burcu. Bugün ən vacib məsələ daxili rahatlığınızı qorumaqdır. Ətrafınızda müxtəlif hadisələr baş versə də əsas olan onlara necə reaksiya verməyinizdir. Mənfi fikirlərə qapılmayın. Sakit düşüncə sizi doğru yolu göstərəcək. Maddi məsələlərdə diqqətli olun. Sənədləri, razılaşmaları və maliyyə ilə bağlı qərarlara tələsmədən yoxlayın. Kiçik bir səhv sonradan böyük problem yarada bilər. Bugün qənaətçil davranmaq gələcəkdə sizə fayda verəcək. İş həyatında planlı hərəkət etmək uğur gətirəcək. Böyük nəticələrdən çox gələcək üçün möhkəm təməl qurmağa çalışın. Yeni bilik öyrənmək imkanı yaransa, onu qaçırmayın. Eşitdiyiniz bir fikir gələcək uğurunuzun başlanğıcı ola bilər. Sevgi həyatınızda xoş və səmimi anlar yaşanacaq. Münasibətdə olanlar bir-birinə daha da yaxınlaşacaq. Subay olanlar isə maraqlı bir insanla tanış ola bilərlər. Bəzən bir görüş insanın həyatını tamamilə dəyişə bilər. Ailəniz və yaxınlarınız sizə sevinç bəxş edəcək. Gözlənilməz bir hədiyyə və ya xoş xəbər bütün gününüzü gözəlləşdirə bilər. Sağlamlığınıza da diqqət yetirin. Daha çox dincəlin, kifayət qədər yatın və bədəninizin siqnallarını dinləyin. Bugün özünüzə qayğı göstərmək ən doğru seçim olacaq. Unutmayın, bəzən ən böyük güc hər şeyi tək etməyə çalışmaq deyil, yaxınlarınızın dəstəyini qəbul etməkdir. Oxatan burcu. Bugün sizi sevindirəcək bir xəbər ala bilərsiniz. Uzun zamandır arzuladığınız bir məqsədə yaxınlaşacaq və ya gözləmədiyiniz bir fürsətlə qarşılayacaqsınız. Sevincinizi yaşayın, amma qərarlarınızı tələsmədən verin. Maddi baxımdan şanslı gündür. Gözlənilməz qazanc və ya əlavə gəlir əldə edə bilərsiniz. Ancaq bu pulu düşünmədən xərcləmək düzgün olmaz. Ağıllı seçimlər gələcəyinizi daha da rahat edəcək. İş həyatında özünüzü göstərmək üçün əlverişli zamandır. Yeni iş axtarırsınızsa müraciət etmək və ya müsahibəyə qatılmaq üçün uyğun gündür. İşləyənlər isə bacarıqları ilə rəhbərliyin diqqətini çəkə bilərlər. Az danışın, çox iş görün. Vaxtınızı qiymatlandırın. Lazımsız məşğuliyyətlər və ya uzun telefon istifadəsi sizi əsas işlərdən uzaqlaşdıra bilər. Ən vacib işləri əvvəl tamamlayın. Sevgi həyatınızda səmimi və gözəl anlar yaşanacaq. Ürəyinizdə saxladığınız hissləri ifadə etməkdən çəkinməyin. Kiçik bir diqqət və ya xoş söz münasibətinizdə böyük dəyişiklik yarada bilər. Planlarınız dəyişsə belə sonradan bunun xeyrinizə olduğunu anlayacaqsınız. Sağlamlığınız ümumilikdə yaxşı olacaq. Daha çox hərəkət edin. Gəzin və bədəninizi uzun müddət hərəkətsiz saxlamayın. Bugünün ən vacib mesajı budur. Fürsət qapınızı döyəndə tərəddüd etməyin. Cəsarətli bir addım gələcəyinizi tamamilə dəyişə bilər. Oğlaq burcu. Bugün enerjiniz yüksək olacaq və adi günlərdən daha məhsuldar olacaqsınız. Hər işə tələsmədən yanaşın. Düşünülmüş qərarlar sizə uğur gətirəcək. Maliyyə sahəsində maraqlı təkliflər ala bilərsiniz. İlk baxışdan hər şey cəlbedici görünsə də, qərar verməzdən əvvəl bütün üstünlükləri və riskləri diqqətlə qiymatlandırın. Bugün ağıllı seçim gələcək qazancınızın əsasını qoya bilər. İş həyatında bəzi planlar dəyişə bilər və ya kimsə səbrinizi sınaya bilər. Əsəbləşmək əvəzinə sakit davranın. Məhz bu davranışınız sizə hörmət qazandıracaq. Nüfuzlu bir insanla görüş isə yeni ideyalar və faydalı imkanlar gətirə bilər. Şəxsi həyatınızda gözəl sürprizlər mümkündür. Dostlarla keçirilən vaxt maraqlı bir danışığın başlanğıcı ola bilər. Münasibətdə olanlar üçün isə sevdiyi insanla birlikdə keçirdiyi anlar əlaqəni daha da gücləndirəcək. Ailə daxilində yaranan kiçik narazılıqları sakit söhbətlə həll edin. Səmimiyyət bugün ən böyük üstünlüyünüz olacaq.
Sağlamlığınıza diqqət yetirin. Özünüzü həddindən artıq yormayın, kifayət qədər yatın, bol su için. Bu yüngül hərəkət etməyə çalışın. Axşam saatlarını sevdiyiniz insanla və ya ailənizlə keçirmək sizə rahatlıq və xoş əhval bəxş edəcək. Bugün atdığınız düzgün addımlar yaxın günlərdə gözəl nəticələr verəcək. Dolça burcu. Bugün vəziyyəti öz əlinizə alsanız, sizi narahat edən qorxular yavaş-yavaş yox olacaq. Böyük problem kimi görünən məsələnin əslində düşündüyünüz qədər çətin olmadığını anlayacaqsınız. Cəsarətli bir addım hər şeyi dəyişə bilər. Maddi baxımdan ailə və ya uşaqlarla bağlı xərclər arta bilər. Amma bunu itki kimi yox, gələcəyə qoyulan faydalı yatırım kimi qəbul edin. Pulunuzu planlı şəkildə idarə etmək sizə rahatlıq gətirəcək. Günün ikinci yarısında sevindirici bir xəbər ala bilərsiniz. Bu xəbər bütün ailənin sevincinə səbəb olacaq və evdə xoş ab-hava yaradacaq. İş həyatında məsuliyyətiniz artacaq. Sizə etibar edilən yeni tapşırıq gələcək uğurlarınız üçün mühüm fürsət olacaq. Danışıqlarda diqqətli olun və hər sənədi yoxlamadan təsdiqləməyin. Sevgi həyatınızda tələsməyin. Ürəyinizdəki bütün hissləri bugün paylaşmaq məcburiyyətində deyilsiniz. Kiçik anlaşılmazlıqları böyütməyin və eşitdiyiniz hər sözə dərhal inanmayın. Bugün uşaqlıqda sevdiyiniz məşğuliyyətlərə qayıtmaq sizə böyük zövq verəcək. Gəzinti, idman və ya yaradıcı fəaliyyət əhvalınızı yüksəldəcək. Sağlamlığınıza diqqət ayırın. Daha çox hərəkət edin və açıq havada vaxt keçirin. Bugün qazandığınız yaxşı bir vərdiş gələcəkdə sizə ən böyük faydanı verəcək. Balıq burcu. Bugün tələsmək əvəzinə sakit davranmaq sizə daha çox qazanc gətirəcək. Daxili hissləriniz güclü olacaq və doğru qərar verməyinizə kömək edəcək. Özünüzə güvənin. Maliyyə məsələlərində diqqətli olun. Bank əməliyyatları, köçürmələr və sənədlərlə bağlı hər addımı 2 dəfə yoxlayın. Kiçik bir diqqətsizlik sonradan problem yarada bilər. İş həyatında sakit, amma məhsullar bir gün sizi gözləyir. Yarımçıq qalan işləri tamamlayın və gələcək planlarınızı hazırlayın. İnsanlarla mehriban davranışınız sizə hörmət qazandıracaq. Yaradıcı fikirləriniz bugün daha güclü olacaq. Ağlınıza gələn maraqlı ideyaları unutmayın, çünki gələcəkdə sizə böyük uğur gətirə bilər. Sevgi həyatınızda hər şeyi məcbur etməyə çalışmayın. Bəzən sakitlik və səmimi münasibət ən gözəl cavabdır. Sevdiyiniz insana təşəkkür etməyi və hisslərinizi gözəl şəkildə göstərməyi unutmayın. Sağlamlığınıza diqqət ayırın. Açıq havada gəzin, isti yeməklər yeyin və özünüzü həddindən artıq yormayın. Axşam saatlarında öz görünüşünüzə və şəxsi inkişafınıza vaxt ayırmaq sizə böyük məmnunluq verəcək. Ailənizlə keçirəcəyiniz xoş anlar isə bu günün ən dəyərli hadisəsi olacaq. Əzizlər, bugünkü burç proqnozunu izlədiyiniz üçün təşəkkür edirik. Əgər faydalı oldusa videonu bəyənməyi və yaxınlarınızla paylaşmağı unutmayın. Sabahın burç proqnozunu da mütləq izləyin. Həminizə uğur, xoşbəxtlik və gözəl gün arzulayırıq.